Hərə özü üçün bir model olub, bloger olub. Oğlanlar bloger olublar. Otellərdə xalatla şəkil çəkdirib cavan qızları yoldan çıxardırlar. Nə bilim, bütün günü avara-avara şəhərdə fırlanıb da, nə bilim, özlərini bomba oğlan sayır. Bomba oğlan bilirsiniz kimdir indi? Əskərlikdə əlində silah dayanıb, bu Murov dağında dayanıb, bir bomba oğlan əli ilə daldalı qapını açıb evinə bazarlıqla girən deyir. Nə bomba oğlan olmuşsunuz siz, cəmaatın da qızı deyir. Dərədüzlük tuturlar, cavan qızları başdan çıxardırsınız. Onlar da atasının kartından pul oğrayır, sizə hədiyyələr atır. Sizin sabah aldığınız arvad nə olacaq? Bir yerdə sizinlə TikTok'a girəcək. Bugün TikTok bağlansa bu ülkeye siz ne işle məşğul olacaksınız? Mən ofisant işləmişim vaxtında. Bu dəqiqə evim de var, eşiğim de var, 2 tane de maşınım var, pulum da var, ürəyim istədiyim kimi də hərəkət edirəm. Amma işləyirəm, 7'də dururam ayağa. Adınızı kişi koymuşsa bir çoxlarınız. Otaqlarınızda bir tane biri yer düzəldiblər. Bütün günü otururlar orada. Vəssalam. Bunların həyatı bundan ibarətdir. Ne baş verir? Cavan qızlardır, səhər 8'də ac qarnına, mini yufka, döş açıq, ayağın qaldırdın. Bir de kişi çıxsın burada mənim ayağımı aşağı salsın. Sənin evində kişi yoxdur, kimsə ayağımı götürüb aşağı salsın. Siz cəmiyyətə nə götürürsünüz?